Deməli belə, tələbə qayda yazdırmışam. Belə həmin tələbədə videonun təkin elə özüdür. Deməli qayda yazdırmışam ki, məsəl üçün hər üstə gələk, isim, üstə gələk, to si, feil olur da. Sonra cümlə deyirəm ki, məsəl üçün, ora getməyə vaxtım yoxdur. Tələbə qayda deyir ki, I don't have time for going there. Bax, indi bu tələbənə mən neyim, nə var? Yəni, mən orada üstə yazdım ki, have time, time üstə gələk, to si, feil edirəm, forla qurur. Niyə bala? Nə vadır edirsən? Düstur oraya niyə yazdım mən? Hə? Bu mənim üsyanımdır, bunu ona görə biləcəksən. Üsyan edirəm burada ki, düstur qabağında ora niyə səhv edirsən? Bala, iminə for işlətmək istəyirsənsə, have time, üstə gələ for, üstə gələ isim olar. Mesela, I don't, ya da əvəzi olabilir. I don't have time for you. I don't have time for, nə bilim, this movie. Bu üçün onun üçün vaxtım yoxdur. Feilləyəsən, I don't have time to watch this movie. Yəni, time əvəzinə başqa isim də ola bilər, money də ola bilər, hər nə desən ola bilər, yaxşı? So, I don't have money for this movie. I don't have money to spend on this movie, yaxşı? Ya da to spend to watch this movie, okay? Thank you. Ola bilər, video